demək olar ki, rejimi yaratmaq rejim olmur demək olar. İlaq süddə əgər bu körpə ana südü ilə qidalanırsa, bu çox çətin bir şeydir, rejim yaratmaq. Amma gəlin başlayaq. Deməli, qulluqdan səhər açıldı, neyinirik? Deməli, uşağın birinci üzünü pamuk diskləri ilə qaynadılmış suyla yuyuruq. Üzünü, gözlərini, qulaqlarını, burnunu təmizləyirik. Apalmarisdə. Yaxud da baxırsınız, otaqda quruluq yoxdursa, yaxşı nəm otaqdırsa. Baxırsınız, körpə yaxşı nəfəs alırsa, burnuna toxunmaya bilərsiniz. Büküklərini təmizləyirik. Ola bilər ki, əgər istəyirsinizsə, zəif bir vanna qəbul edə bilərsiniz. Sonra gimnastika edirik. Gimnastika, əllərin, ayaqların hərəkəti. Bükük yerlərindən, oynaq yerlərindən hər birini açıb bağlayırıq, oynaqları. Hərəkət elətdiririk. Ayaqları, əlləri və qarnı yaxşı masaj edirik. Sağdan, deməli, sağ təqrəb istiqamətində qarnı 1-10 dəfə yaxşıca masaj edirik. Və sonra mütləq gimnastika eləyəndə, uşağı masaj eləyəndə yüngül bir masaj edirik. Masajın düzgün olunması qaydası, gimnastikanın düzgün qaydası haqqında video hazırlayacağım. Ondan sonra ətraflı baxa bilərik. Əgər kimə maraqlıdırsa, şəhər bölməsində saxlasın. Və mütləq mahnılar oxuyuruq. Uşaqlarla, körpələrimizlə göz kontaktı qururuq, mahnılar oxuyuruq, gözlərinə baxırıq, şeirlər, nazlar veririk körpəyə. Bu çox vacibdir. Və sonra qarın üstü uzadırıq uşağı. 1-2 dəqiqədən başlayırıq və sonraki hər gün biraz bir 20 saniyə, 10 saniyə, 20 saniyə artırırıq. Nə qədər mümkündürsə, uşağa isterik vəziyyətə gətirib çatdırmırıq. Yəni, ağlamasın uşaq. Əgər buna xoş deyilsə, çox ağlayırsa, çox qışqırırsa, lazım deyil. Dərhal dayandırırıq bunu. Uşağımızı alıb sakitləşdiririk. Qarın üstə uzatmaq niyə yaxşıdır? Yəni, xeyirləri çoxdur. Birinci növbədə uşağın hər dəfə yedizdirməmişdən əvvəl 1 dəqiqə körpəni qarın üstə uzatsaq, bu onun köpüyün sonra az olmasına garantisidir. Bütün hərəkətlər, körpənin iməkləməsi, oturması, yeriməsi, bütün iri motorika buradan başlayır. Böyük motorikamız buradan başlayır. Ona görə də qarın üstə uzatmaq çox xeyirdir, lazımdır və uşaq başını qaldırmağı da buradan öyrənir. Artıq 2-ci ayda uşaq müstəqil olaraq özü başını dik saxlayır, qaldırır. Sonra yeməkdə ana südü ilə qidalanırsa uşaq, burada rejim yoxdur. 1 saatdan birdə istəyə bilər yemək və uşağı yedizdiririk. Amma smeslərlə qidalanırsa, burada qutunun üzərində 3 saatdan bir yazanı da olur, 4 saatdan bir yazanı da olur. Yeni doğulmuş köpək üçün 3 saatdan biridir hər halda və oradan dozası da göstərilir. Uşaq yedikdən sonra mütləq dik saxlayırıq 20 dəqiqə ərzində, 15-20 dəqiqə ərzində uşaq gəyirməlidir. Ondan sonra yerinə qoyuruq. Yatmağa məsləhət görərdim ki, ilk aylarda uşaq özünü, əgər ona çarpayısı varsa özünün, orada özünü narahat hiss edə bilər, çünki böyüdür, uşaq özü çox balacadır, hələ ana bədnindən təzə çıxıb, hələ hər şey onun bədəninə uyğun seçmək lazımdır. Balaca kokonlardan istifadə oluna bilər. Yatmaq üçün şezlongları məsləhət görməzdim. Orada uşaq yatışdırılmamalıdır. Kalyaskaları da məsləhət görməzdim. Kalyaska gəzmək üçündür, yatmaq üçün deyil. Gəzinti zamanı uşaq yatırsa bu yaxşıdır, amma evdə uşağı da mütəmadi olaraq həmin kalyaskada yatışdırmaq düzgün bir şey deyil. Uşağın öz yatan yeri olmalıdır. Belə, qucaqda da yata bilər uşaq. Yəni, bu da 1 ay kimi normaldır. Bundan da çəkinməyin, qorxmayın. Bu normaldır. Belə, əziz izləyicilərim, sizə maraqlı olan mövzuları şərh bölməsinə yazın və mütləq müzakirə edəcəyik. Hələlik.